Qapımızı bir an çəkər, heç səs gəlməzdi. Günlərdən qarşıymış. Bu şəkildəkilər hamısı eyni yerdə şəhid olanlardır, hə? Hamısı. Bir gündə qalmışdı. Gəlin yanımda dayanın analarım. Yaxın gəlin, şəhid anaları, hər biriniz mənə yaxın gəlin. Harika gəlin, harika. Keçin yaxına. Bu Gülşənin qabağını qeyd eləyək, uşaqlarınızın şəkillərdə düşsün. Yarı bölündə bilərdik, yarınız bu tərəfdən də dayana bilərsiniz. Gəl buraya yanıma. Əziz izləyicilər, bugün biz Qobustandayıq. Qobustanda qəhrəman şəhidlərimizdən bu dəfə qisas əməliyyatında şəhadətə ucalan Sadiqimizin doğum günüdür. Bugün 13 mart tarixidir. Qisas əməliyyatı zamanı təkcə Sadiqimiz deyil. Bax, burada yanımda gördüyünüz anaların hər birinin övladı bu vətən uğrunda, vətən torpaqlarının azadlığı uğrunda, xalqımızı düşmənlərdən qorumaq uğrunda öz cavan canlarından, ən gözəl arzularından keçdilər. Bax, bu gülşədə gördüyümüz bu igidlər eyni yerdə şəhid olan bir-birindən xəbərsiz ailələrin övladlardılar ki, onlar şəhid olduqdan sonra bu anaları bir-birinə bacı elədilər, bir-birinə doğmalaşdırdılar. Bəxtiyarımız, Bəxtiyar Muradovumuz, Sumqayıt şəhidlərimizdən evin tək övladı idi. Rafail Fəthullayev, Rəşad Qasımov, Tərlan Rızayev, Emin Fərzəliyev, Nihat Qasımov, Üzeyir Əliyev və bugün ocağında olduğumuz Sadiq Əzizli. Allah hər birinin ruhunu şad eləsin. Allah sizlərə bala yorunda qara saçına bəyaz dənlər salan analara səbir versin. Dözə bilməyən, bala dərdini qəlbində daşıyıb, onun acısı ilə yaşayan atalarına səbir versin. Siz şəhid ailələrinin yaxınları, doğmaları sizlərə səbir versin. Gücümüz, qüvvətimiz bol olsun ki, bu analar ağlayanda onların göz yaşını silə biləsiniz. Az da olsa onlara təsəlli ola biləsiniz. Qısa da olsa istəyərdim ki, yanımda dayanan şəhid ailələri, şəhid anaları şəhidinin adını, soyadını desin və ürəyindən keçən duyğuları bizimlə paylaşsın, bölüşsün. Bir daha yaxından tanıyaq ki, yanımızda dayanan qəhrəman analar hansı qəhrəman oğulların anasıdır? Buyur anam. Şəki rayonundan Kiçik Dəynə kəndi Nihat Qasımov Mehmanoğlu'nun anasıyam. Balamın əskərdən gəlməyinə 17 gün qalmışdır. Günləri sayırdı. Arzularına apardı getdi özüyle. Ruhu şad olsun. Buyur yeganə. Mən Sumqayıt şəhərindən Muradov Bəxtiyarın anasıyam. Evin tək övladı. Allah səbir versin. Anam buyur. Evində qonaq olduğumuz Sadiqimizin anası. Qaradağ Qobustan qəsəbəsinin Əziz Sadiqin anasıyım. Və Üzeyrimizin anası.
Ben Gəncə şəhərindən gəlmişəm. Anasıyım. Ben oğlum müddətdən artıq hərbi kişiydi. Bunların manka çamanları olur. Bunlarla beraber şehit oldu. Bana mezuniyet getirmişti ki elə gələr, mezuniyetə gələr. Qəflətən müharibə başlayır. Babam müharibədən sağ çıxdı, gecə 12-dən döyüşə girib, səhərəcən döyüşdülər. Döyüşəndən sonra babam səngərədə, əmin gəlmiş ki, əskərərin səngərə yox. Sığınacağa. Bir oradan da gülləsinə tuş gəldi. Onun şəhid oldu. Allah sabır versin, dözüm versin sizə də və digər burada başqa şəhid ailələr varsa, siz də təqdim edin, xahiş edirəm övladınızı. Mən Qaradağ rayonunun Qobustan qəsəbəsindən olan Abbasov Günhanın valideyni. Könüllü olaraq mənim oğlum döyüşə girmişdi. 17 gündən sonra da şəhid oldu. Sizin oğlunuz da cənnətə subay köçən oğullar. Könüllü gedən uşaq idi. Yəni orada da müsahibə verdi ki, gəlmişik şəhidlərimizin qanını almağa. Buyurun siz də tanıyın. Şəhid Məmmədov Rama, mən onun xalasıyam. O da əskər idi, evin tək evladı idi. Allah dözüm versin, sabır versin. Şəhidimizin nənəsi var yanımızda, Sadiqimizin nənəsi. Buyur nənə. Mən əzizli Sadiqin nənəsiyəm. Mən Sadiqin həmişə yolum gözləyir. 17 günü gəlib çatır ki, babam gəlsin. Kəlbəzər dağlarım. Sizin sözünüz varsa. Mən bütün şəhidləri Allah rəhmət eləsin. Cənnətdə olsunlar. Sadiqin xalasıyam. Allah şəhidlərimizin alanına düzmür. Amin. Allah hər birimizdən razı olsun. Üzerinizin arası saxlasın. Burada yer alan şəhidlərimin hər biri yeganə anamın dəstəyi ilə, yeganə anamın təşəbbüsü ilə, çünki bu şəhidlərin mənə Muradımın anası, daha doğrusu Bəxtiyarımın anası, Bəxtiyar Muradovun anası, yeganə ana tanış edib. Onun sayəsində bir yerdə şəhid olan oğullar elə bir kitabda da yer alıblar. 5-i də. Rəşadımızın anası da yoldadır. O da gəlir. Rəşad Qasımovun anası da Cəlilabaddan gəlir, yoldadır. Allah hər birinin ruhunu şad eləsin. Sadiqimizin anasını yanıma. Buyurun. Bu kitabı sizə əmanət edirəm qəhrəman şəhidimizin köşəsində yer alması üçün. Bundan sonra bu oğullar tək sizin oğullarınız deyil. Bu oğullar deyirlər ki, şəhidlər bir evdən deyil, bir eldən gedir. Biz onlar şəhid olandan sonra tanımışıq bu qəhrəmanları. Amma hər biri bizə əzizdir, doğma qardaşımızdır, doğma ən yaxın insanımız kimi çox sevirik şəhidlərimizi və hər zamanda dəyər verməyə çalışırıq. Hər birinin ruhu şad olsun. Bizdən sonra gələn nəsillər də tanısın bu qəhrəmanları və bu kitablar da məhz onun üçün yazılır ki, bu günün tarixini biz müharibə şəraitində yaşamışıq. Biz müharibəni canlı şahidləriyik. Amma əsas odur ki, bu günün bu qəhrəmanlarını bizdən sonra gələn nəsillər tanısın. Bizdən sonra gələn nəsillər unutmasınlar. Bəli, əziz izləyicilər, bugün mən açdım bu qapını, mən ziyarət etdim. Sabah növbə sizdədir. Yolunuz Qobustandan keçəndə Sadiqimin də ocağını ziyarət etməyi unutmayın. Çox sağ olun.